Artıq bir aydır davam edən İran-Amerika Birləşmiş Ştatları gərginliyində hər kəsi maraqlandıran mövzulardan biri də Amerika Birləşmiş Ştatlarının ehtimal olunan hərbi hücumuna İranın necə cavab verə biləcəyi məsələsidir. İran rəsmilərinin, o cümlədən yüksək rütbəli hərbçilərinin bəyanatlarından Amerika Birləşmiş Ştatlarının zərbələrinə Tehranın mümkün cavab variantları barədə müəyyən qənaət hasil olur. Bu variantlardan biri də qlobal strateji əhəmiyyətli Hörmüz boğazının İran tərəfindən bağlanmasıdır. Bir neçə gün öncə İranın Xarici İşlər Naziri Abbas Əraqçi CNN Türkiyə eksklüziv müsahibəsində müxbirin Hörmüz boğazını bağlamaq da mövcud seçimlər arasında yer alırmı sualına cavabında bəli, bir çox seçimlərimiz vardır deyərək İranın belə bir addım ata biləcəyini təsdiqləyib. Bu məsələyə xüsusi diqqət təbii ki, Hörmüz boğazının dünya iqtisadiyyatı üçün müstəsna əhəmiyyəti ilə şərtlənir və İran düşünür ki, bu boğazı bağlamaqla Amerika Birləşmiş Ştatlarına və onun müttəfiqlərinə ciddi problemlər yaradar. Belə ki, qlobal neft ixracının 20-25%, maye qaz ixracının da 20% bu boğaz vasitəsilə həyata keçirilir və onun bağlanması geniş yayılmış rəyə görə dünya bazarında neftin qiymətinin hər barel üçün $200 qədər qalxmasına səbəb ola bilər. İran və Omanın sahil sularında yerləşən Hörmüz boğazı vasitəsilə təkcə İranın deyil, Səudi Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İraq, Küveyt və Qətərin neft və maye qaz ixracatı həyata keçirilir. Bu da gündəlik təqribən 20 milyon barel neft deməkdir. Lakin Hörmüz boğazı yalnız enerji marşrutu deyil, həm də Körfəz ölkələrinin əsas ticarət yoludur və onun bağlanması bu ölkələrin müxtəlif mallarla təminat zəncirinə ciddi zərbə vura bilər. İran əvvəllər də Hörmüz boğazını bağlamaq təhdidi ilə çıxış edib. O cümlədən ötən ilin iyun ayında 12 günlük müharibə dövründə bu məsələ ciddi şəkildə müzakirə olunub. Həmin vaxt xüsusən Amerika Birləşmiş Ştatları aviasiyası İranın əsas nüvə obyektlərinə zərbələr endirdikdən sonra bu İranın cavab addımı kimi ölkə parlamentində gündəmə gəlib. İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Sepah generalı İsmail Kövsəri bildirib ki, məclis Hörmüz boğazının bağlanması layihəsini bəyənib. Son qərarı vermək isə Ali Milli Təhlükəsizlik Şurasının ixtiyarındadır. İş o yerə çatıb ki, ötən il iyunun 22-sində Amerika Birləşmiş Ştatlarının dövlət katibi Marco Rubio Çin hökumətinə müraciət edərək İranın Hörmüz boğazını bağlamasının və qlobal neft axınını pozmasının qarşısını almağa çağırıb. Əlbəttə, Amerika Birləşmiş Ştatları rəsmisinin bu xahişlə məhz Çinə müraciət etməsi təsadüfi deyil. Çünki mötəbər məlumatlara əsasən Hörmüz boğazından keçən neft və maye qazın 80%-dən çoxu Asiya bazarlarına, İlk növbədə Çinə daşınır. Bu yüzdən boğazın bağlanması Çinin enerji təminatına və iqtisadi sabitliyinə əhəmiyyətli zərbə vurmuş olar. Lakin görünən odur ki, İran hakimiyyəti, necə deyərlər, su boğazına çatanda öz yaxın müttəfiqini də nəzərə almaq fikrində deyil. Amma əsas sual budur ki, İran doğrudan da Hörmüz boğazını bağlaya bilərmi? Ya bu sadəcə İranın əlində bir təzyiq və təhdid alətidir? Başqa sözlə, İranın bu mühüm enerji və tranzit dəhlizini qapatmaq üçün hərbi texniki imkanları varmı? Bu suala istər İran, istərsə də xarici ekspertlər əsasən müsbət cavab verirlər. Hətta illər öncə İran silahlı qüvvələrinin Hörmüz boğazını bağlamağı məşq etdiyi də məlumdur. Bunu mümkün edən başlıca amil İranın ixtiyarında 5-6 min sayda olduğu təxmin edilən dəniz minalarının mövcudluğudur. Həmin minalar qısa bir zamanda sürətli kiçik hərbi gəmilər və sualtı qayıqlar vasitəsilə boğaza döşənə bilər. Xatırladaq ki, Fars körfəzini Oman dənizi ilə birləşdirən Hörmüz boğazının ən dar hissəsi 34 kilometrdir. Gəmilərin hərəkət marşrutunun eni isə hər bir istiqamətdə cəmi 3,2 kilometr təşkil edir. Bu da minalanma yolu ilə gəmilərin hərəkətini dayandırmağı nisbətən asanlaşdırır. İranın istifadə edə biləcəyi digər bir vasitə quru dəniz tipli raketlər və kamikaze dronlardır ki, bu yolla gəmilərin təhlükəsizliyini tamamilə aradan qaldıra bilər. Nəhayət, üçüncü metod Sepahın hərbi dəniz qüvvələrinin ixtiyarında olan sürətli qayıqların işə salınmasıdır. Bu vasitə ilə İran asimetrik taktika əsasında ticarət gəmiləri və tankerlərinə birbaşa həmlə edə və ya onları ələ keçirə bilər. Bu ssenarilər qlobal enerji təminatı və beynəlxalq gəmiçilik üçün nə qədər fəlakətli nəticələr doğursa da, İranın bu addımına dünya birliyinin ilk növbədə Amerika Birləşmiş Ştatlarının reaksiyası daha dəhşətli olacaqdır. Qərb ekspertləri İranın Hörmüz boğazını bağlamasının zamanca məhdud, bir neçə gün, maksimum bir həftə olacağını vurğulayırlar. İran təmsilçiləri isə boğazın bir sutka bağlı qalmasının dünya iqtisadiyyatının boğulması üçün yetərli olduğunu söyləyirlər. İstənilən halda İranın bu addımına artıq regionda yetərincə hərbi qüvvəsi olan Amerika Birləşmiş Ştatlarının kəskin və qətiyyətli reaksiya verəcəyi şübhəsizdir. Bu, bölgədə ən azı lokal müharibənin baş verməsini labüd edəcək. Xatırladaq ki, Birləşmiş Ştatların hərbi dəniz qüvvələrinin 5-ci donanması Bəhreyndə yerləşir və onun məsuliyyət zonasına bir sıra digər ərazilərlə bərabər
Fars körfəzi də daxildir. Lakin Amerika Birləşmiş Ştatlarının reaksiyası birbaşa hərbi əməliyyatla yanaşı İrana qarşı beynəlxalq koalisiyanın yaradılmasını, diplomatik və iqtisadi təzyiqləri də ehtiva edəcək. Boğazın açılması üzrə əməliyyat isə aşağıdakı addımlardan ibarət ola bilər. 1. Minaların təmizlənməsi. Pentaqon dəniz minalarının tapılıb məhv edilməsi üçün xüsusi komandaları və sualtı robotları işə sala bilər. 2. İranın sahil infrastrukturuna zərbələr. Amerika Birləşmiş Ştatları ordusu İranın Fars körfəzi sahilindəki raket buraxılış qurğularını, dron bazalarını, komanda mərkəzlərini hədəf ala bilər. 3. Gəmilərin müşahidə olunması. Amerika Birləşmiş Ştatları əraziyə çox sayda döyüş gəmiləri göndərməklə neft tankerləri və ticarət gəmilərinin təhlükəsizliyini təmin edə bilər. Beləliklə, İranın Hörmüz boğazını bağlamaq hədəsinin gerçəkləşməsi, beynəlxalq və regional səviyyədə ciddi problemlərin meydana çıxması, müharibə ehtimalının reallığa çevrilməsi deməkdir. Bu, ilk növbədə qonşu ölkələrin böyük təhlükələrlə üzləşməsinə, bütün regionda uzun müddətli sabitsizliyin yaranmasına gətirib çıxaran bir addım olar. Ən dəhşətlisi odur ki, bu, İran hakimiyyətinin şuurlu və məqsədli seçimidir. Yəni, teokratik rejim öz varlığını qorumaqdan ötürü qonşu dövlətləri uf demədən təhlükəyə atmağa hazırdır. İranın ali rəhbərinin son çıxışında dediyi, Amerikalılar bilsinlər ki, əgər bu dəfə müharibəyə başlasalar, bu müharibə regional müharibə olacaq sözlərinin mənası da budur. Əslində, məhz öz həyatını sürdürmək naminə Livan, Suriya, İraq, Yəmən kimi ölkələri illərdən bəri qeyri-sabitlik girdabına salan, bu ölkələrin xalqlarının yaşadığı əzab və istirablara əsla məhəl qoymayan, sonda da etiraza qalxdığına görə öz vətəndaşlarının kütləvi qırğınını həyata keçirən bir rejimdən başqa şey gözləmək də düzgün olmaz. Bu, İran hakimiyyətinin qorxulu və təhlükəli mahiyyətini bir daha ortaya qoymaqla yanaşı, belə anti-insani rejimin yaşamaq haqqının olmadığını da sübuta yetirir.